Məyər onlar başları üstündəki göyə baxıb, onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu Allaha üst tutan hər bir qul üçün ibrət və öyüd nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik. Onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik. Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı. Ad qövmü, Firon xalqı, Lut tayfası, Əykə əhli və Tubba qövmü, bunların hamısı elçiləri yalançı saydı və mənim təhdidim gerçəkləşdi. Məyər biz ilk yaradılışdan zəiflədikmi? Xeyr. Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik.